digər hədisdə, qüdsi hədisdə Allah subhanahu və teala deyir, Peyğəmbərimiz Rəbbindən rivayət edir, Allah Teala buyurur ki, Ənə və ənə ində zanni abdi bi. Mən qulumun mənim haqqında etdiyi zənninin yanındayam. Mən qulumun mənim barəmdə etdiyi zənnin yanındayam. Nə istəyir zənn etsin? Deməli, sən gözəl zənn etsən, Allahı elə tapacaqsan. Zənn etsən ki, Allah subhanahu və teala bağışlayacaq məni, ümid olunur ki, Allah bağışlayacaq səni. Gözəl zənn budur. Ona görə biz baxanda sələfilərin həyatına onlar gözəl zənn edirdilər ölüm ayağında, Allah haqqında. Məsələn, Sufyan Əs-Səvri rahiməhullah deyirdi ki, ölənə yaxın, mən istəmərəm məni valideynlərim hesab etsin. Haqq hesab valideynlərim etsin. Rəbbim mənə valideynimdən daha rəhimlidir. Gözəl zəndir, yoxsa yox? Gözəl zəndir Allah haqqında. Mu'təmir İbn Süleyman rahiməhullah deyir ki, atam öləndə məni çağırdı. Atam dünyasını dəyişməmişdən qabaq məni çağırdı. Mənə dedi ki, həddisni bir ruxas. Ruxsət verilən şeylər barəsində mənə söhbət elə. Bəlkə Allahla qarşılaşanda onun haqqında gözəl zəndə olum. İbrahim, rahiməhullah ibn Ədhəm deyir ki, onlar, yəni sahabələr, müstəhəb görürdülər ölən insanın yanında dayanıb onun salih əməllərini zikr etməyə. Niyə? Məsələn, bir insan dünyasını dəyişməmişdən qabaq, onlar deyir, müstəhəb görürdülər, yaxşı əməldən hesab edirdilər. Onun yanında dayanıb başın üstündə yaxşı əməllərini zikr edəsən. Sən belə eləmirsən, sən vaxtında budur. Hətta ümid yaransın, gözəl zənn oyansın, subhanallah, həmin vaxt. Ehtiyac var buna. Gözəl zənn oyansın ki, Allah bağışlayacaq bunu. Ona görə Allah barəsində gözəl zəndə olmaq çox əzəmətli ibadətlərdən hesab edilir.